Azərbaycanda akreditə olunan diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama səfər ediblər. Xarici diplomatlar Ağdam-Xankəndi avtomobil yolu, eyni zamanda Bərdə-Ağdam dəmir yolu və Qarabağ iqtisadi zonasının hazırki yol infrastruktur potensialı ilə əyani tanış olublar. Ağdama səfər edən 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi nümayəndəyə Ağdam-Xankəndi yolunun istifadəyə açıq olması barədə yerində məlumat verildi. Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, tarixən istifadə olunan bu yol Qarabağın dağlıq və aran hissələrini birləşdirir. Sovet İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə bu yola paralel şəkildə Xankəndiyə qədər uzanan dəmir yolu xətti də inşa edilib. Qonaqların diqqətinə çatdırıldı ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada görülən ilk iş yolların çəkilməsi olub. Yollar həm də Qarabağda ermənilərin yaşadığı ərazilər istiqamətində çəkilir. Azərbaycan-Ermənistan istiqamətində də dəmir və avtomobil yollarının tikintisi davam etdirilir. Bu onu göstərir ki, Azərbaycan divar və maneələr yox, yollar qurur. Rəsmi Bakı Ağdam-Xankəndi yolunu Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatına inteqrasiyasının tərkib hissəsi hesab edir. Bu yol inteqrasiyaya xidmət etməklə bərabər nəqliyyat imkanları baxımından da daha sərfəlidir. Yol yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə yanaşı, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat infrastruktur sisteminə çıxışını təmin edir. Qonaqlara məlumat verildi ki, Azərbaycan Qarabağdakı ermənilərə yüklərin, malların çatdırılması üçün Füzuli-Şuşa yolundan istifadə olunmasını da təklif edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yüklərinin bu yol vasitəsilə Xankəndiyə çatdırılması barədə avqustun 5-də razılıq əldə olunub. Həmin razılığa əsasən bundan 24 saat sonra Azərbaycan sərhəd və gömrük rejimi qaydalarına riayət olunmaqla Laçın-Xankəndi yolunun da açılması nəzərdə tutulurdu. Lakin Azərbaycan bu yoldan istifadə ediləcəyini bəyan etdikdən sonra ermənilər həmin yolda beton səddlər qurmağa başladılar. Daha sonra isə Azərbaycanı güya yolları bağlamaqda ittiham etdilər. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışında Ermənistanın yolları blokladığını, Azərbaycanın isə avtomobil və dəmir yolları açdığını dünyanın diqqətinə çatdırdı. Qeyd olundu ki, reinteqrasiyanı alternativsiz yol hesab edən Azərbaycan Qarabağ ermənilərini öz vətəndaşları kimi görür, onların hüquqlarını və öhdəliklərini öz konstitusiyası əsasında təmin etməyə hazırdır. Lakin Ermənistan Azərbaycanın bu xoşməramlı addımlarına cavab olaraq Qarabağda yaratdığı qondarma separatçı rejim vasitəsilə proseslərə mane olur. Eyni zamanda bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara və iki ölkə arasında münasibətlərin normallaşdırılmasına da mənfi təsir göstərir. Ermənilər beynəlxalq qarayaxma kampaniyasına başlayıblar, lakin bunun heç bir təsiri olmayacaq. Ermənistanın müraciəti əsasında bu məsələ bugün BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq. 25 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar 4 qətnaməsi masa üzərində qalmışdı. BMT Təhlükəsizlik Şurası cəsarət tapıb Azərbaycan torpaqlarının işğalını müzakirə edə bilməmişdi. Amma bugün Ermənistanın qaldırdığı məsələ müzakirəyə çağırılır. Ağdamda və Azərbaycanın digər şəhərlərində törədilmiş dağıntıdan sonra Ermənistanın Azərbaycan xalqından və dövlətindən üzr istəmək əvəzinə belə bir təbliğatla məşğul olması məsələnin mənəvi tərəfinin önəmini ortaya qoyur. Buna baxmayaraq, Azərbaycan iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqları və münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılması prosesini dəstəkləyir. Azərbaycan Qarabağın erməni sakinləri ilə reinteqrasiyanı müzakirə etmək üçün onları iki dəfə, bir dəfə Bakıya, bir dəfə də Yevlaxa dəvət edib. Təəssüf ki, Ermənistan qeyri-konstruktiv yanaşmasını davam etdirərək bu dəvətlərdən imtina edib. Bütün bu mesajlar beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana çatdırılmalıdır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə verən tərəfdaşlar, Avropa İttifaqı, Rusiya, Amerika Birləşmiş Ştatları da danışıqlar prosesində çətinliklə əldə edilmiş nailiyyətlərin Ermənistanın manipulyasiya əməlləri nəticəsində itirilməsinə imkan verməməli, münasibətlərin normallaşdırılması prosesinə, danışıqlara dəstək verməlidir. Azərbaycan bu məsələlərin müzakirəsinin digər yerlərdə deyil, məhz burada aparılmasını vacib hesab edir. Bu yol
istənilən humanitar yükün Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə çatdırılması, eyni zamanda ehtiyac duyulan malların Azərbaycan ərazisindən daşınması üçün açıqdır və bu yüklər, mallar ən qısa zamanda Xankəndiyə çatdırıla bilər. Xarici diplomatlar səfər çərçivəsində həmçinin Ağdam-Xankəndi yolu istiqamətində hərəkət etdilər və hal-hazırda biz bu yolun üzərindəyik. Xarici diplomatlar da onun şahidi oldular ki, Azərbaycan tərəfi Qarabağda yaşayan erməni əsilli vətəndaşlar üçün bu yoldan istifadə etməyi təklif etsə də, qarşı tərəf beton blokları qurmaqla bu yolun istifadəsində maneələr törədir. Səfərə dəvət edildiyim üçün təşəkkür edirəm. Bu ərazilərdə inkişafı və yenidən qurma layihələrini görməyi səbirsiz. İndiyə qədər gördüyüm və məni təsirləndirən layihələrdən biri də yol boyu əkilən ağaclardır. Ağdama səfər çərçivəsində xarici diplomatlar burada aparılan geniş miqyaslı quruculuq və yenidən qurma işləri ilə yaxından tanış oldular. Ağdamda inşa edilən yaşayış kompleksinə baş çəkən qonaqlara görülən işlərlə bağlı da məlumat verildi. O da bildirildi ki, Ağdam-Füzuli yolunun inşasına başlanılıb. Onu da qeyd edək ki, Ağdama səfərlə bağlı dəvətə Fransa, İspaniya, Venezuela kimi ölkələr ümumiyyətlə reaksiya verməyiblər. Misir, Kuba, Türkmənistan, Hindistan, Moldova, Fələstin, Çili, Montenegro, Malayziya, Belarus, Yunanistan, Avstriya, Küveyt, Koreya, İordaniya, Niderland və Əlcəzairin diplomatik nümayəndələri isə zəng edib müxtəlif səbəblərlə əlaqədar, yaxud bəziləri heç bir səbəb göstərmədən səfərə qatılmayacaqlarını ifadə ediblər. Bu, əslində, onların Ağdama səfərdən deyil, həqiqəti görməkdən imtina etməsidir. Rövşən İlyasov, Rüstəm Mikayılzadə, Nicat Qasımov, Vüsal Qaraca, ASTV Xəbər.